Salam dəyərli 8-ci siniflər. Yeni ildə yeni dərsli ilə ikinci hissə kimya ilə mövzu suallarının izahlarına baxırıq. 4.1 kimyəvi reaksiyaların sürəti mövzusunun suallarına bir yerdə baxaq. Öyrəndiklərinizi tətbiq edin hissəsindəki suallara baxaq. Aşağıdakı təcrübələri aparın. Hər bir reaksiyada sürətin azalması hansı əlamətə görə müşahidə etmək olar? Birinci, kalsium xlorid və natrium karbonat məhlullarının qarışdırılması. Natrium karbonat məhlullarının qarışdırılması. Reaksiya bu tipdə gedəcək. Mübadilə reaksiyasıdır. Kalsium karbonat üstəgəl natrium xloru alınır. Duzla duz o vaxt bir-birinə reaksiya girər ki, ən azı bir dənə çöküntü əmələ gəlsin. Burada əmələ gələn kalsium karbonat ağ rəngli çöküntüdür. Hansı əlamətə görə müşahidə etmək olar deyirsə, reaksiyanın sürətinin azalması, ağ rəngli çöküntünün əmələ gəlməsi dayanır yaza bilərik. Ağ rəngli çöküntünün əmələ gəlməsi dayanır. Yəni bu dayanır necə? Siz orada reaksiya apardıqda görürsünüz. Kütləsi artır da, yəni zaman keçdikcə əvvəl ümumiyyətlə ağ rəngli olmur. Sonra isə yavaş-yavaş artmağa başlayır. Yəni bitdiyini müşahidə etdiyiniz anda görürsünüz ki, sürət azalmağa doğru gedir və yaxud da sürət yəni artıq olur sıfır. Reaksiya bitəndən sonra artıq orada sürət olmur. İkinci, sink sulfat məhluluna maqnezium parçası daxil etdikdə sink sulfat belə yazılır. Burada bəzi şagirdlər rəydə deyirlər, başa düşmürük bunlar nədir. Əslində problem kitabdadır ki, siz oksid əsas turşu duz bölmələri bu kitablarda yoxdur. Amma sink sulfat, yəni buna aid suallar isə var. Yəni kalsium xloridin, natrium karbonatın yazılışı sizə öyrədilməlidir ki, onları yaza bilərsiniz. Bunu da yəni oksid əsas turşu duz o mövzunu axtarıb tapıb öyrənə bilərsiniz. Geniş məlumat vardır YouTube-da istər və yaxud da abituriyent kitablarından da istifadə edə bilərsiniz. Burada deməli nə alınır? Əvəzləşmə reaksiyası maqnezium SO4 üstəgəl sink alınır. Maqnezium sinkdən deməli qüvvətli olduğu üçün sinki burada sıxışdırıb çıxarır. Və burada nə baş verir? Maqnezium əlavə eləsəz, bu maqnezium artıq həll olacaq, sink isə əmələ gələcək. Parçanı daxil etdikdə artıq müşahidə belə olur ki, maqnezium metalı reaksiyaya daxil olur və bitir. Sürət də beləliklə azalmış olur. Üçüncü, şəkər tozunun sınaq şüşəsində uzun müddət qızdırılması. Şəkər tozunu sınaq şüşəsində uzun müddət qızdırdıqda nə baş verir? Şəkər əvvəlcə əriyir, sonra isə rəng, yəni əridikdə artıq qəhvəyi rəngə çevrilir. Orada deməli belə yaza bilərik, şəkər tozunun uzun müddət qızdırılması. Şəkər əriyir yazın, şəkər əriyir. Qəhvəyi rəng olur. Qəhvəyi rəng olur. Sonra qara rəng olur. Orada qaz ayrılır. Qaz ayrılır. Sürətin zəifləməsi isə sürət azalması qaz ayrılması azaldıqda baş verir.
belə yaza bilərsiniz. Yəni yavaş-yavaş artıq qara rəngə çevrilir. Ümumiyyətlə bu ilə rəng dəyişimi görürsünüzsə, sürət azalmağa doğru gedir. Qaz da ayrılır, sonra isə qazın ayrılması da müəyyən müddət sonra ə, baş verir və artıq qaz ayrılması müşahidə eləmirsə, deməli, reaksiya da bitmişdir deməkdir. Öyrəndiklərinizi yoxlayın hissəsindəki suallara baxaq. Verilmiş hadisələr zamanı baş verən reaksiyalar, onların sürətlərinin artma sırasıyla düzün. Çiğ yumurtanın qaynayan suda bişirilməsi. Əslində burada yəni 5 dəqiqə bu artıq məsələn bir insan zövqündən də asılı olan bir şeydir. Tam bişmə deyirsə 10 dəqiqə, 15 dəqiqə və 10 dəqiqədən daha az bir müddət qaynayan suya atırıqsa təxmini belə deyə bilərim. Meyvənin çürüməsi bu müəyyən bir müddət alan prosesdir. Yəni bu bir gündə ola bilər, 2 gündə ola bilər. Zaman alan bir prosesi. Metan qazının yanması bu çox tez baş verir. Yəni siz evdə ilə qazı açırsınız, kibriti vurdunuz, alışqanı vurdunuz və yaxud da həmin saniyədə yanır. Sürətin artma sırası düzün deyirsə, burada ən sürətli, birinci sualda, ən sürətli ilə olacaq metan qazının yanması, dəmir əşyanın paslanması. Bu da gec baş verən prosesdir. 1 ilə də ola bilər, 5 aya da. Yəni, bir gün içərisində baş vermir paslanma. Meyvənin çürüməsinə də bir gün deyək. Kəsilmiş almanın qaralması, bu da kəsilmiş almanın qaralması da harasa deyil, nə bilim 30 dəqiqə, 20 dəqiqə. Yəni çiğ yumurta daha tez bişər, düşünürəm. Daha sürətli olar. Almanın qaralması ondan biraz zəifdir deyək. Neysə unutduq deyəsən. Hə, meyvənin çürüməsi, dəmir əşyanın paslanması da ən zəif olacaq. 4, 2, 5, 1, 3 formada gedə bilərik. İkinci sual, təbiətdə ləng və sürətlə baş verən reaksiyalara hansı nümunələr göstərə bilərsiniz? Ləng. Ləng gedən, yəni yavaş gedənlərə. Bitkilərin böyüməsi deyə bilərik. Reaksiya olaraq, aslında burada da reaksiyalar baş verir bitkilərin böyüməsində. Biz elə kitabdakı nümunələr üzərindən də gedə bilərik, yəni yaxşısı. Bir də bu yuxarıda da seçim edə bilərsiniz. Dəmirin paslanması deyə bilərsiniz. Dəmirin paslanması. Sonra neftin əmələ gəlməsi. Sürətli gedənləri isə benzinin yanması deyə bilərsiniz. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Məsələn, süddən qatığın hazırlanması da deyə bilərik. Burada bir məsələ var ki, sürətli deyəndə, məsələn, ola bilər ki, fosillərin yaranması illərlə gedir də bu fosillərin yaranması. Sürət deyəndə bizim də süddən qatığın hazırlanması da biraz müddət tələb edən bir şeydir. Amma bu birisi yazdıqlarımıza lənk gedənlərə baxanda bu sürətlidir də və yaxud da sürətlə gedən məsələn partlayış hadisələri, fişəngin partlaması bunu da götürə bilərik. Saniyələr ərzində baş verir. Ümumiyyətlə partlayış hadisələri çox sürətli gedir. Yaza bilərik belə. Və dərs sağ olun.